Əziz dost, gözəl insan, gözəl qardaş, mən nəyə görə səni yaradan Allahı tanıtırmalıyam? Sən özün bilməlisən ki, səni yaradan Allah yerin göyün sahibidir. Sən yaxşı bilməlisən ki, necə yaşayırsansa, elə də öləcəksən. Necə öləcəksənsə, ahirətdə də eləcə diriləcəksən. Və son dönüşümüz Allah'adır və Allah'a da cavab verəcəksən. Hər bir əməlinə görə. Onu hər bir insan başa düşməlidir və dərk eləməlidir. Şeytan bu dünyada səni çox arxayın salır. Və bütün insanları çox arxayın salır. Nəyə görə? Öz tələsinə rahat sala bilsin. Hər adama nəsib olmur şeytan tələsindən uzaqlaşmaq. Hər adama nəsib olmur ibadətlə dünyasını dəyişmək. Hər adama nəsib olmur Allah sevgisi. Mən indi bir qardaş kimi, dost kimi sənə deyirəm. Bilginən ki, məhəbbət olmayan qəlbdə şeytan yuva salır. Çalış ki, qəlbində şeytan yuvası olmasın. Çalış, ibadət et ki, həmişə daima qəlbində Allah sevgisi, Allah məhəbbəti olsun. Allah hər birimizə kömək olsun. İnşallah.